Herkese selamlar. Bugün sizlerle beraber diskret riyaziyyatın məntiqi cəbrinin əsas funksiyaları haqqında bir mövzu istedim hazırlayayım sizlərə. Burada əsas funksiyalar olan konjunksiya, disjunksiya, implikasiya, ekvivalensiya və inversiya, yəni XOR funksiyalar haqqında sizə danışacağım. Qısa danışacağım. Əsas məqamlarını qeyd edəcəm ki, əsas onları bilməlisiniz. İlk olaraq biz konjunksiya haqqında danışaq. Konjunksiya məntiqi işarə olaraq belə göstərilir. Baxın, siz nə badə belə yazarsınız. Bu yəni çoxluqlar nəzəriyyəsində olur da bu. Bu kəsişmə deməkdir çoxluqlarda, amma biz bunu belə yazmırıq. Bu belə işarə olmaz. Biz onu belə V kimi yazmalıyıq. Baxın belə. Belə. Hə. Onu elə qeyd etməliyik. Disjunksiya isə məntiqi toplama işarəsidir. O da belə yazılır. Nə vaxtda belə yazarsınız. Bu birləşmə kimi götürülür, amma bizdə bu şey yoxdur. Məntiq cəbrində onu V kimi qeyd edirik. İmplikasiya qeyd eləmişdim. Sağ tərəfə oxdur. Sağ tərəfə oxdur. Ekvivalensiya həm sağa, həm sola oxdur. XOR isə bir dənə deməli circle içərisində bir dənə plus işarəsi yazılan bir əməliyyat funksiyasıdır. Bunlara uyğun olaraq orada əlavə şefer ştrixi və Peirce oxu da deməli öz yerini tapacaq, amma mən bunları sizə əlavə olaraq da sizə deyəcəm nə işə yarayırlar. İlk olaraq konjunksiya haqqında ya da gəlin ən bəsitindən başlayaq. Disjunksiya haqqında danışım. Disjunksiya məntiq olaraq deməli məntiq olaraq göstərmək olar onu toplama kimi də göstərmək olar. Bunun deməli qrafiki, yəni bunun biz öyrənməyimiz üçün biz nə bilməliyik? Bunun birinci biz deməli table-ını qurmalıyıq. Mütləq bu cədvəlləri öyrənməliyik ki, burada əsas 5 dənə cədvəl var və bu 5 dənə cədvəli məncə hər bir müəllim keçəndə uşaqlara öyrətməlidir. Nə işə yarayır? Bir də uşaqlar, burada bəzən siz soruşursunuz ki, niyə biz burada 4 dənə deməli sətir də 1, 2, 3, 4 dənə çəkirik. Çünki burada 2 dənə mülahizə var. 2 mülahizəni də biz setlərdən bilirik ki, onların az çoxluqların sayı 2 n ilə tapılır. Yəni burada 2 dənə olduğuna görə 2 4 eləyir. Ona görə 4 dənə burada sətirdə, yəni sətirlər olacaq. İndi biz onlara başlayanda belə başlayırıq da. Yadınızdadırsa mən sizə demişdim. 0, 0, 1, 1. Bundan sonra bunların sayı 2'ye bölünür. 2 dənə 0 varsa bir dənə 0 yazacağım. Sonra bir dənə 1 yazacağım. 0, 1. Yəni bu dövr eləyir də. 2, 0, 2, 1. 0, 1, 0, 1. Aha. İndi disjunksiya toplamı olduğuna görə mən bəzən buna OR deyəcəm. OR daha rahatdır. Buna da AND deyəcəm. AND-lə OR məncə daha rahatdır. OR olanda deməli toplayırıq da 0 ilə 0 toplayanda 0 eləyir. 0 ilə 1-i toplayanda 1 eləyir. 1 ilə 0-ı toplayanda 1 eləyir. 1 ilə 1-i toplayanda 1 eləyir. Nə badə 2 yazacaqsınız? Çünki məntiq cəbrində 2 deyə bir rəqəm yoxdur. Yalnız 0 və 1 ilə ifadə olunur mülahizələr. 0 biz götürürük false. 1-i götürürük true şəklində. Deməli bizdən olur. Bu oldu deməli bizim üçün deməli nə operatoru? Disjunksiya və yaxud da mən buna deyəcəm OR operatoru. Bu oldu bizim birinci deməli cədvəlimiz. İkinci cədvəlimiz isə olacaq konjunksiya, yəni AND operatoru. Məntiq baxımından vurma operatoru kimi də qeyd etmək olar. Gəlin istəyirsə onun da bir table-ını qurum mən burada. Deməli A, AND B. Burada da yenə 4 dənə çəkəcəm. Çünki 2 mülahizə olacaq orada. Çəkdim. Aha, bir dəqiqə. Hə. Yenə başlayıram. 0, 0, 1, 1, 0, 1, 0, 1. İndi vururam da 0'ı 0'a 0, 0'ı 1'ə 1, 1'i 0'a 0, 1'i 1'ə 1. 0'ı 1'ə vuranda 1 yazdım. Üzürlü sayın. Bu 0 eləyir. Üzürlü sayın. Bu 0 eləyir. 1'i 1'ə vuranda 1.
Deməli, bu olur bizim üçün nə operatoru? AND operatoru. Yəni, konjunksiya, yəni vurma əməliyyatı. Bu da olur bizim ikinci cədvəlimiz. Bunları bilin. Bəzən məsələn, bax, uşaqları yazırlar. 0 AND 1 nəyə bərabərdir? 1-ə yoxsa 0-a? İndi mən bura 1 yazmayayım. 1 yoxsa 0 da yəni. Bunun cavabı nə olacaq uşaqlar? Baxın, cədvəlini də bilirik. 0 ilə 1-in hasili nə verir bizə? 0 verir. Deməli, bu da bizim üçün məsələn maraqlı bir misaldır. Üçüncü table'ımıza gələk. Üçüncü table'ımız implikasiyadır. İmplikasiyanı necə öyrənin? Mən hər dəfə belə deyirdim uşaqlara. Bir dənə 1 ilə 0-ın implikasiyası 0-a bərabərdir. Vəsə, qalan bütün hallarda cavab true'dur. Yəni ki, bizə A verilsin, B verilsin. Bir də A ilə B-nin implikasiyası verilsin. 0, 0, 0, 1, 1. Burada 0, 1, 0, 1. İndi baxın, 0 ilə 0 1'dir. 0 ilə 1 yenə 1'dir. Amma 1 ilə 0 0'dır. Çünki bu implikasiyanın şərtidir. 1 ilə 1 də 1'dir. Bir dənə 1 ilə 0 da 0 olur. Çox önəmli qaydadır. Uşaqlar çox çalışırlar burada. Dördüncü olaraq gələk ekvivalensiyaya. Ekvivalensiya məncə ən rahatıdır. Harda ki eyni cavab varsa onlar true, yoxdursa false. Onun işarəsi belə olur ekvivalensiyanın. Hər iki tərəfə ox. Bərabərdirmi? Zaten oxdan da görmək olar ki, hər iki tərəf bərabərdirsə cavab true olacaq. Bunları mülahizə ilə də başa salmaq olar. Prosta istəmirəm. Belə wow da, yəni onsuz düşməyəcək mülahizələr. İstəsəz onların sadələşdirilməsidir. Deməli 0, 0, 1, 1, 0, 1, 0, 1. Deməli 0 ilə 0 eyni olduğuna görə cavab 1 olacaq. 0 ilə 1 fərqli olduğuna görə cavab 0 olacaq. 1 ilə 0 fərqlidirsə cavab 0, 1 ilə 1 eynidirsə cavab 1 olacaq. Bu olur bizim ekvivalensiyamız. Bir də var XOR. XOR bunun tam tərsidir uşaqlar. Tam tərsidir. Burada isə, bu əməliyyatda isə gəlin biz bunu elə götürək bu cədvəlimizi. Ctrl S eləyib, burada Ctrl V ilə yapışdıraq. Aha. Burada məntiq nədir? Burada eyni olanlar 0 olur. Fərqli olanlar 1 olur. Deməli, eyni olanlar 0 olur. Fərqli olanlar 1 olur. Tam tərsidir. Bax, görürsən, burada 0, 0, 1'dir. Burada 0, 0, 0'dır. Burada 0, 1, 0'dır. Burada 0, 1, 1'dir. Burada 1, 0, 0'dır. 1, 0 burada 1'dir. Deməli, 1, 1, 1'dir, amma burada 1, 1, 0'dır. Bunlar bir-birinin əks, deməli, operatorlardır. Bunları bildirsə bəsdir. Əsas bunu, bunlar da əsasən istifadə olunmur. Biri anti-konjunksiya, biri isə anti-disjunksiya adlanır. Yəni ki, bunun antiləri də çox da gərəkli bir funksiya deyil, yəni. Antisi demək, bunun antisi budur. Bunun da antisi elə bil ki, məsələn, bunun antisi olanda 1, 0, 0, 0 olur da. 1, 0, 0, 0. O isə bunun olanda da deməli olur 1, 0, 0, 0, 1. O isə olanda 1, 1, 1, 0. Əsas biz 5'in üzərində əməliyyatlar aparırıq, amma bəzən olur da o müəllim də deməli ona aid suallar verir. Amma indi ona aid mən 1-2 dənə sual sizə verəcəm.
Gəlin belə bir əm, buna gəlin elə biz baxaq. 6-cı. Deməli bu olacaq antidiznuksiya. Yəni ki, diznuksiyanın, yəni bunun antisi, bunun table'ı budur da, düzdürmü? Və bunun table'ı budur. İndi mən bunun antisini necə düzəldəcəm? Anti demək, yəni onun inkarı da. Bir də mən sizə inkar funksiyasından da bəhs eləmədim. Üzürlü sayın. Ctrl C, Ctrl V. Bunları gələk yazaq bura. Bu niyə bura getdi, onu anlamadım mən. Aha. Bir dəqiqə, bu bura. Bu da belə. Hə, düz oldu indi. Aha. Deməli antisidir də onun. Bu belə yazılır. A belə. Antidiznuksiya və yaxud da deyilir pirsoxu. Burada məntiq baxın budur. Məntiq budur. 0,01'dir, qalanları 0'dır. Yəni bu funksiyanın əməliyyatı budur. Burada da eyni şəkildə bu Şeffer ştrixində də, Şeffer ştrixində də. Baxın belə olacaq. A, B, A. Mən suallar tapdım sizin üçün. Onları indi işlədəcəm. Bunlara aid də, bunları sadələşdirməsinə aid. 0, 0, 1, 1, 0, 1, 0, 1. Hə, burada da uşaqlar, baxın bunun antisi olur. Bunun antisi olur. Aha. Deməli olacaq 1, 1, 1, 0. 1, 1, 1, 0. Yəni siz bunu da belə əzbərləyin də. Yadda saxlayın ki, belə düz xətt olanda bu vurmanın inkarı, belə oxlu xətt olanda isə bu da OR operatorunun inkarı olur. Mən bunu necə yadımda saxlayırdım o dərsdə? Deyirdim ki, əgər bunun ağzı yuxarıdırsa, yəni bu ağzı yuxarıdırsa, buna mütləq deməli Şeffer ştrixi uyğun olur da belə. Baxın, bu ağzı yuxarı və orta yuxarısında bir dənə xətt. Hə. Buna uyğunlaşdırırdım. Obisi də gəlirdi də, yəni ağlıma. Bu da olurdu bunun qoşması da. Hə, bunları bilirsiniz. Bunlar məntiq cəbrinin əsas funksiyalarıdır. Bir də inkar funksiyası var uşaqlar. Məsələn, bizə bir A mülahizəsi verilsin. Məsələn, bizə A-nın inkarı. O da üstünə belə xətt kimi göstərilir. Hə. Məsələn, 0 və 1 olsun. İnkar deyəndə, yəni onun əksi olur da. 0'ın inkarı nədir? 1'dir. 1'in inkarı nədir? 0'dır. Yəni bir şeyin inkarını eləyirsiniz. 0'dırsa, yəni false-da true, true-dırsa false olur. İnkarın da üstünə belə xətt qoyulur. Bir də biz gəlin bu A inkarının bir də inkarını alaq. Görək cavab nə olur? Bax, gəlin bu A inkarının inkarını alaq da, 2 qat inkarını. 1'in inkarı nədir? 0. 0'ın inkarı nədir? 1. Görürsünüz, bax, bundan eyni oldu. Bax, eyni oldu. Deməli, onda A bərabərdir A-nın inkarının inkarı. Çünki buradakı inkar bir-birini aparır ya, biz bunun misallarla işləyirdik. Və orada qalır A yenə. Bu da olur inkar funksiyasının xassəsi. İndi bir neçə dənə sadələşdirilmiş suala baxaq. Bunlara aid misal 1 şəklində göstərim. Elə bil ki, biz bunu ifadələri sadələşdirməliyik də, məntiq cəbrinə uyğun. Deməli, sadələşdirməliyik. Bunun niyə şey böyüdü? Aha. Məsələn, deyək ki, 1, 0, OR, 0, XOR, 1, implikasiya, 0, and 1. Sadələşdirək gəlin. Ya da gəlin bunu 2 mötərizə içərisində verim ki, bunu cavabını tapaq, sonra implikasiyasıyla bunu cavab eləyək. Çox rahatdır, dəhşət rahatdır. 1-lə 0-ın implikasiyası isə də az öncə qeyd etdiyim kimi 0-dır. Baxın, gəlin baxaq orada implikasiyanın cədvəlinə. Baxın, 1-lə 0-ın cavabı nə gəlir hər zaman? 0. Aha, deməli bunun cavabı olacaq 0. Gəlin bunu biraz böyüdüm. 0. Bax, bu ifadənin cavabı oldu 0. 0 and 0-la XOR 1 nədir?
0 hanı XOR? Hə bu mən bura bunu çəkmişəm ki. Bu XOR-dur. XOR. Hə. 0 XOR 1. Budur da 0 XOR 1. Cavab nə gəlir? 1. Bax bunun da cavabı 1-dir. Bağla, implikasiya. İndi 0 and 1. And nə idi? Vurma. 0 1-ə vuranda 0. Bərabərdir. Bu da OR operatorudur. OR operatorunun toplamı kimi düşünmək olar. 0-ın üstünə 1 gələndə eləyəcək 1. 1 implikasiya 0-da nə verəcək mənə? İmplikasiyanın cədvəlinə görə 0. Deməli cavabımız nə oldu? 0. Çox bəsit bir sadələşdirmə. Sonra baxaq belə bir ifadəyə. 2. X-in inkarının 1'e olan implikasiyası and X XOR 1 and X olan cavabını tapın. Gəlin bu ifadəni sadələşdirək. Bəzən uşaqlara X verəndə bunlar burada çaşırlar. Əslində çaşmaya heç bir şey yoxdur. Birinci, siz gəlirsiniz, bunun cədvəlini qurursunuz. Bax, bunun cədvəlini mən sizə öyrətdim. Dedim ki, bunun cədvəli necə qurulur? Birinci, X yazılır. X olduğu kimi qeyd olunur bura. Sonra X-in inkarı. Bax, görürsünüz, bu X-in inkarı bir funksiyadır. Biz bunları yazırdıq. X-in inkarını qeyd edirik bura. Qeyd elədik. Sonra isə axı bizə lazımdır X-in inkarı ilə implikasiya 1. Onu da qeyd edirəm bura. X-in inkarı implikasiya 1. Aha, olsun belə. Deməli, nə yazacağım X-a? X yalnız 0 və 1 alır da başqa qiymətlər almır. Düzdürmü? Burada özə bir dənə dəyişən var. Bu X-in inkarı da dəyişən deyil ha. X-dən asılı bir şeydir. Əgər burada X, Y olsaydı 4 dənə istədiyimiz 4 dənə sətir yazacaqdım. Amma bir dənə olduğuna görə bir dənə. Olduğuna görə 0-1 yazmaq kifayətdir. 0-ın inkarı nədir? 0-ın inkarı 1-dir. 1-in inkarı nədir? 0. Deməli, indi mən bu X-in inkarı yerine bir dəfə 1 yazıram. 1 ilə 1-in implikasiyası nə idi? 1 idi. 0-dan 1-in implikasiyası nə idi? 1 idi. Deməli, hər cavab qoyanda cavabı nə aldım mən? 1. True aldım hər zaman. True. Onda deməli bu ifadənin cavabı 1-ə bərabərdir. Or. İndi X XOR. İndi gəlirəm bu ifadəni tapmağa. 1 üstəgəl X. Bunu da dediyim kimi 1-in üstünə nə gəlirsə gəlin, hər zaman nə eləyəcək? 1 eləyəcək. Hər zaman 1 eləyir. İndi 1. İndi uşaqlar baxın burada da görmək olar ki, 1-in üstünə nə gəlirəmsə nə gəlin 1 eləyirəm. Amma gəlin biz bunu sadələşdirək axıracan. Cavabı 1 olmağına baxmayaraq sadələşdirək. X XOR 1. Gəlin buna baxaq. Görək bu nətər bir şeydir. Deməli, burada elə X yazmağım, bir də X XOR 1 yazmağım kifayətdir. X hansı qiymətlər alır? 0-dan 1-i. 0-dan 1-in XOR-u nə idi? 1 idi. 1-lə 1-in XOR-u nə idi? 0 idi. Düzdürmü? Deməli, nə görürəm burada? 0 verəndə 1 alıram, 1 verəndə 0 alıram. X-in nəyini alıram hər zaman? İnkarını. Deməli, X-la X XOR 1 əslində elə X-in inkarına bərabərdir. Onda belə çıxır ki, 1-in də üstünə gəlincə cavab 1 eləyəcək. Deməli, bizə verilmiş məntiq ifadənin cavabı 1-ə bərabərdir. Bunlara aid mən qəşəng bir çətin suallar da izah eləyəcəm sizlər üçün. Bundan misal nümunəsi olaraq bir 5-6 misal nümunəsi atacağım sizə. Hələ ki belə tip misallara baxaq. Onu da davamlı atacağım sizlər üçün. Baxaq indi bir digər misala. X-in inkarının inkarı ekvivalensiya 0. İmplikasiya X and X-in inkarı XOR 1.
bu ifadəni sadələşdirməliyik. Birinci biz bu ifadəni gəlin birinci sadələşdirək. X-in inkarının inkarı X-in özüdür. Bunu qeyd elədim az öncə. Aha. Olanları birinci sonra yazın bura. Ki başımız qarışmasın da. 0 XOR 1. İndi X ekvivalensiya 0-a baxaq. Yenə cədvəlimizi gəlin quraq. Mən bunu hər zaman cədvəllə qururam. Başqa cür alınmır. X 0-dan 1 alır. İndi 0-ı gətirib yerinə yazanda 0-la 0-ın ekvivalensiyası 1-dir. 1-lə 0-ın ekvivalensiyası 0-dır. Görürəm ki, 0 verəndə 1 alıram, 1 verəndə 0 alıram. Onda verilmiş həmin bu ifadənin cavabı, baxın bu ifadənin cavabı X-in nəyi olur? İnkarı olur. Oldu X-in inkarı. İnkarı. İndi baxıram, deməli belə yaza bilərəm də onda bunu. Bərabərdir, buradan yazıram. X-in inkarı, implikasiya. İndi bu ifadəni tapmalıyam. Onu da gəlib yazıram buradan. Deməli X-in inkarı da özü bir funksiyadır. Yazıda saxlayın. Mütləq yazmalısınız. X and X-in inkarı. Gəlin hesablayaq. X alır 0-la 1. X-in inkarı alır 1-lə 0. İndi baxaq. X-lə X-in inkarı nə eləməliyəm? AND operatoru vurmadır. 0-ı 1-ə vururam 0. 1-i 0-a vururam 0. Hər şərt üçün cavab nə gəlir? 0 gəlir. Yəni onda bu implikasiyası gedir 0-a. XOR 1. Bərabər. İndi bunu sadələşdirməliyəm uşaqlar. Bunu necə edirəm? Yenə gəlirəm, məntiq mülahizəmi çəkirəm. X-in inkarı X implikasiya 0. Deyək ki 0 1 alır da X-in inkarda 2 qiymət alır. İndi qulaq asın. Bax, X-in inkarı 0-dırsa, onda X nəyə bərabərdir? X-in inkarı 0-dırsa, X 1-ə bərabərdir. 1-lə 0 implikasiyası nədir uşaqlar? 0. Yeganə 1-lə 0 implikasiyası 0-a bərabərdir. Sonra X-in inkarı 1-dir. Onda X nəyə bərabərdir? 0-a. 0-lə 0 implikasiyası 1-ə bərabərdir. 0 verəndə 0 alıram, 1 verəndə 1 alıram. Yəni elə cavab X-in inkarına bərabərdir, elə funksiya ilə özünə bərabərdir. Onda X-in inkarı XOR 1 olur. İndi bunu sadələşdirməliyəm. Bunu necə sadələşdirirəm? X-in inkarı XOR 1. İndi 1, bu da 0 və 1 alır da. 0 və 1 alır. İndi 0, burada X-in inkarı 0 ise burada da X-in inkarı 0'dır. 0 ilə 1'in XOR'u 1'dir. 1 ilə 1'in XOR'u isə 0'dır. Deməli 0 verəndə 1 alıram, 1 verəndə 0 alıram. Onda X-in inkarının nəyi olur? İnkarı olur. O da elə nəyi verir bizə? X-i verir. Deməli cavabım nə olur? X olur. Çox qəşəng sualıydı. Mən çox xoşuma gəldi bu sual. Qəşəng sualıydı. Bunlara aid, bu sadələşdirmələrə aid bir 5-6 dənə də əlavə sual sizin üçün eləyəcəm. Narahat olmayın. Əsas siz bunları cədvəlləri deməli tam bilməlisiniz. Burada 7 cədvəli deməli siz tam öyrənməlisiniz. Bu da oldu bizim üçün məntiq cəbrinin əsas funksiyalarının izahları və onlar üzərində bir neçə əməllər.